Hər bürc üçün uğursuz rəqəm. Hansı rəqəmlər maneələr yarada və hərəkətlərin effektivliyini azalda bilər? Astrologiya planetlərin və ulduzların mövqeyinə əsasən insanın qrafikini qurur. Numerologiya isə rəqəmlərin taleyə, uğura və enerjiyə necə təsir etdiyini ortaya qoyur. Uğursuz rəqəmləri bilmək, şanslı rəqəmlərdən heç də az vacib deyil, çünki onlar maneələr yarada, stressi artıra və hərəkətlərin effektivliyini azalda bilər. Ünvanlar, telefon nömrələri, qeydiyyat nişanları seçərkən və vacib qərarlar qəbul edərkən bu rəqəmləri nəzərə almaq faydalıdır. Hər bir bürc bir planet tərəfindən idarə olunur və müəyyən rəqəmlər onun təsirini artırır və ya zəiflədir. Aşağıda çətinliklərdən və uğursuzluqlardan yayınmaq üçün qaçınmalı olduğunuz uğursuz rəqəmlər verilib. Qoç 6. Mars Qoç bürcünə enerji və fəaliyyət, yeni çətinliklər arzusu verir. Dinc və passiv enerjisi ilə 6 rəqəmi Qoç bürcünün qətiyyətini zəiflədə, laqeydliyə və yorğunluğa səbəb ola və qətiyyətli hərəkətlərə mane ola bilər. Bu onların təşəbbüsünü ləngidə və özünə inamını azalda bilər. Buğa 7. Venera Buğa bürcünü çalışqan və məqsədyönlü edir. 7 rəqəmi qeyri-sabitlik yarada və məqsədlərdən yayındıra bilər. Ani xərclərə, konsentrasiyanın itirilməsinə və münasibətlərdə dalğalanmalara səbəb ola bilər ki, bu da adi tarazlığı pozur. Əkizlər 3. Merkuri tərəfindən idarə olunan əkizlər ünsiyyətçil və ixtiraçıdırlar. 3 rəqəmi diqqətsizliyi və narahatlığı artıra bilər, ünsiyyəti və qərar qəbul etməyi çətinləşdirir. Həmçinin münasibətlərdə emosional gərginlik yarada və vacib məsələlərə diqqət yetirməyə mane ola bilər. Xərçəng 4. Ay xərçəngləri evə, ailəyə və emosional təhlükəsizliyə yönəldir. 4 rəqəmi münasibətlərdə gərginlik yarada və narazılığa səbəb ola bilər. Ev mühitinə mənfi təsir göstərə bilər və yaxınlarınızla ahəngli ünsiyyət qurmağı çətinləşdirir. Şir 9. Günəş şirlərə yaradıcılıq və özünü ifadə istəyi aşılayır. 9 rəqəmi onların yaradıcı enerjisini azalda bilər, can sıxıcılığa və laqeydliyə səbəb ola bilər, ideyalarını inamla həyata keçirmələrinə və tanınmalarına mane ola bilər. Qız bürcü 8. Merkuri qızları praktik və detallara diqqətli edir. 8 rəqəmi özünü tənqidi və stresi artıra bilər. İşi və vacib tapşırıqların planlaşdırılmasını çətinləşdirə bilər. Təzyiq və yorğunluq hissi yarada bilər. Tərəzi 5. Venera tərəziyə harmoniya və ədalət arzusu verir. 5 rəqəmi münasibətlərdə qarışıqlığa, münaqişəyə və gərginliyə səbəb ola bilər. Adi tarazlığı poza bilər və qərar qəbul etməyi çətinləşdirə bilər. Əqrəb 2. Plüton əqrəblərə emosional dərinlik və ehtiyac aşılayır. 2 rəqəmi qısqanclıq, gizlilik və etibarsızlıq oyada bilər. Etibarı çətinləşdirə və yaxın münasibətlərdə daxili gərginlik yarada bilər. Oxatan 6. Yupiter oxatanlara azadlıq və macəra arzusu verir. 6 rəqəmi məhdudiyyət və narazılıq hissi yarada bilər, həvəsi və yeni üfüqlərə doğru irəliləmə istəyini azalda bilər və daxili gərginlik yarada bilər. Oğlaq bürcü 3. Saturn oğlaqları disiplinli və sabit edir. 3 rəqəmi qeyri-sabitlik yarada, narahatlıq və məyusluğa səbəb ola bilər, iş və həyat qərarlarını çətinləşdirə bilər. Doluça bürcü 4. Uran Doluça bürcündə yaradıcılıq və müstəqillik hissi oyadır. 4 rəqəmi qaydalara və rutinlərə qarşı müqavimət göstərə, tanış məsuliyyətlərə marağı azalda və daxili gərginlik yarada bilər. Balıqlar bürcü 1. Neptun balıqları xəyalpərəst və şəfqətli edir. 1 rəqəmi tənhalıq və daxili boşluq hisslərini oyada, narahatlıq və emosional narahatlığı artıra bilər.